Bəzi insanlar var ki, onlar daim da başqalarını tənqid eləməyə meyilli olurlar. Hətta bunu həyatlarının əsas hissəsinə çeviriblər. Digər insanlarla söhbətlərində belə başqalarını tənqid edirlər. İnsanların dırnaqarası neqativ tərəflərini görüb onlara tənqidi fikirlərini bildirirlər. Əslində tənqid sözü ilə bağlı keçən dəfə bir video paylaşmışdım. Burada da əlavə olaraq deyim ki, bizim ölkəmizdə tənqid və təhqir anlayışları fərqli dəyərləndirilir. Burada mən o təhqirə yönəlik tənqidi nəzərdə tuturam. O insanlara qarşı necə davranmalıyıq, hansı düşüncə tərzində olmalıyıq. Əgər bir insan davamlı kimsə tənqid edirsə, həmişə başqalarının həyatına müdaxilə edirsə, onların həyat haqqında fikir bildirirsə, əmin ola bilərsiniz ki, o insan öz şəxsi həyatına bağlı heç vaxt düşünməyib. Öz şəxsi həyatını necə qurmaq lazımdır, hansı şəxsi dəyərləri qazanmaq lazımdır, uğur qazanmaq üçün nə etməliyəm, özümü reallaşdırmaq üçün hansı vasitələrə əl atmalıyam, bu haqqda heç vaxt düşünməyib və təfəkkürü formalaşmayıb. Buna görə də o boşluğu doldurmaq üçün başqalarının həyatına müdaxilə edir. Siz də ətrafınızda sizi tənqid edən, qınayan, hər zaman sizə yalan danışan, başqalarının həyatına dırnaqarası burnu soxan insanlarla rastlaşmısınızsa, onlara yanaşma tərziniz belə olsun. Yəni, o insan öz həyatını qəbullanmayıb, öz həyatındakı yeniliklərdən, özünü reallaşdırmalarla bağlı düşüncə tərzindən xəbəri yoxdur. Ona görə də başqalarının həyatına müdaxilə edir.